Salam əziz və dəyərli izləyicilərim. Gözəl xanımlar, biri-birindən dəyərli xanımlar ekrana yaxın əyləşin. Siz sual verəsiniz. Sizin üçün maraqlı ola ki, Məryəm xanım dodağımızı dolğu etdirmədən, gel vurdurmadan necə edə bilərik ki, baxımlı görünsün, obyomlu, həcmli görünsün. Məryəm xanım da sizə deməsinmi? Mənim əzizlərim, gözəl xanımlar, deməli dodağınızın istəyir üzümüz olsun, istəyir dodağımız olsun, ölü dəri olur. Birinci növbədə ölü dəri getməlidir. İkinci növbədə, hətta birinci növbədə sağlam qidalanmalısınız. İnanın ki, bizim üzümüz, istəyir dodağımız, kiprik, saç, dırnaq, hər bir yerimiz iç orqanlarımızın xəbərçisidir. Əgər içəridən, daxildən təmizdirsə, orqanizm, qaraciyəriniz toksinlərlə yüklənməyibsə, bağırsaqlarınız saat kimi hər gün tualetə gedirsinizsə, işləyirsə saat kimi, amma necə sienasız, aclıq otsuz, yəni onlar daha da sizi şikəst eləyir. Bağırsağınız hər gün təmiz olursa sizin, demək ki, üzünüz, dəriniz, dodağınız hamısı gözəl olacaq, istər dırnağınız. Ona görə də birinci növbədə içəridən sağlam olmalısınız mənim gözəl bacılarım. İkinci növbədə baxımlı olmalısınız. Gözəl olmayan xanımlar yoxdur. Baxımlı olmalısınız, özünüzə hörmət etməlisiniz, dəyər verməlisiniz. Tez-tez o ölü dərilərdən azad olmalıyıq. Üzümüzdə, dodağımızda ölü dərilər var. İndi sizə çox ucuz, gözəl bir şeylər deyəcəm ki, onlarla dodağınızı skrab edəcəksiniz. Yəni peeling edəcəksiniz və makyajdan öncə edirsiniz və yaxud hər axşam edirsiniz. Mən şəxsən hər axşam edirəm. Əllərimi də, üzümü də, dodağımı da. Sizə də məsləhət bilirəm, amma hər axşam edə bilmirsinizsə, vaxtınız yoxdursa, mənim gözəl bacılarım, dəyərli xanımlar, heç olmasa makyajdan əvvəl, bir saat əvvəl mütləq bunu eləyin. Əgər pomadanızın yaxşı oturmasını istəyirsinizsə, belə qabıq-qabıq pis görünməsini istəmirsinizsə, qulluq olunmamış dodağınız kimi görünməsini istəmirsinizsə, mən deyənlərə əməl edin. Amma xahiş edirəm, qızlar, elə indicə, istər YouTube səhifəmdə, TikTok, Facebook, Instagram səhifəmdən izləyirsinizsə, həmən Məryəm bacınız üçün bu çox vacibdir. Əlləriniz var olsun ki, dəyər verirsiniz. Tez bəyənmə işarəsini basırsınız, takib atırsınız mənim gözəllərim, gözləyirəm. Şərhlərinizi gözləyirəm ki, görüm sizlər də üzünüzə qulluq edirsinizmi? Hansınız necə qulluq edirsiniz? Mənim üçün maraqlıdır. Hansı səhifəmdən izləyirsinizsə yazılarınızı, şərhlərinizi gözləyəcəm. Sizi sevirəm mənim dəyərli bacılarım. Əlləriniz var olsun. Mənim əzizlərim, dediyim kimi, məni tanıyanlar bilir ki, mən kofeni çox sevirəm. Hər gün dəmləyirəm, yəni mən kofe içən saatımda hətta məni doğmalarım belə də mənim ağzıma əyirlər ki, mən kofemi içəndə kofe saatımda mənə mane olmayın, çünki doğrudan da o saatim mənə aiddir, çox sevirəm çünki. Yəni amma kofe çox xeyirlidir, yəni bəzən qorxuzurlar ki, kofe ziyanlıdır. Amma yox, deyəcəksiniz, kofenin burada nə əlaqəsi? Yox, çox böyük əlaqəsi var skrab üçün, peeling üçün. Mənim əzizlərim, amma onun təsəvvür edin özünün xeyirlərindən başqa, ürək-damar sistemindən tutmuş, ödünüz yaxşı süzür və s. və ilaxıra bunlardan başqa o çaşqanın dibində xılxası yığılır. Bax, onu mən atmıram, yığıram, xaladelnikdə yığıram. Duş qəbul etməzdən qabaq çıxardıram ki, soyuq olmaz, çünki soyuğa vermiş olarsınız özünüzü. Çöldə də saxlayanda, çox yığılanda kifləyir. Məsəl üçün 2 gün, 3 gün yığılanda kifləyir. O 2 gün, 3 günü mən xaladelnikdə çoxalması üçün orada saxlayıram. Amma hər axşam oradan götürürəm, əlimin üstünü, dodağımı peeling edirəm. Necə eləyirəm? O qədər gözəl, canlı, elə bir bu dəqiqə gel vurulub dodağınıza elə görünəcək. Bunun üçün nə lazımdır mənim əzizlərim? Mənim çox sevdiyim kokos yağı var. Siz lüboy bir yağdan istifadə edə bilərsiniz. Mən bunu Rusiyada yaşayıram, Valbrisdən sifariş eləmişəm. Siz də Temudan sifariş edə bilərsiniz. Bakıda da böyük marketlərdə mən biləm var, Rusiyada da böyük marketlərdə var. Prosto mən asan olması üçün Temudan sifariş edirəm. Baxın, lap azca qalıb. Baxın, çünki mən bunu o qədər çox istifadə edirəm ki, kofemə də əlavə edirəm bir çay qaşığı, ümumiyyətcə gündə bir çay qaşığı yeyilməlidir kokos yağı. Çox xeyirdir. İnanın ki, xərçəngin qarşısını alır, yəni çox təsdiq olunub. Ona görə mən bunu evdən üzmürəm. Özdə bir banka məndə çox tez qutarır. Çox. Elə bir bankanı alıram, elə görürəm ki, azca qaldı, tez də sifarişimi edirəm. Nəysə, siz isə başqa yağ da eləyə bilərsiniz. Məsələn, evdə varsa avokado yağı, nə bilim, elə günə baxan yağı, amma soyuq sıxım olmalıdır. Onları eləyə bilərsiniz. Amma kokos yağından vəbşə əla olur. Çünki kokos yağı dərimizə, dodağımıza çox xeyirdir. Saçımıza, dırnağımıza, hər yerə masaj eləyə bilərsiniz. Mən
düzdür, bunlarla eləyirəm. Baxın, mən bunu da Temudan sifariş eləmişəm. Amma siz bu yumuşaqdır, çox yaxşıdır, silikondur. Çünki cızmaq olmaz. İstəyir üzümüz olsun, istəyir dodağımız olsun, istəyir orqanik bədənimiz olsun. Amma siz diş şotkasıyla da eləyə bilərsiniz. Amma diş şotkası bu şərtlə ki, yumuşaq olmalıdır. Belə də barmağınızla da eləyə bilərsiniz. Bundan nə gedir əzizlərim? Deməli, kokos yağını vururuq dodağımıza. Çox da vura bilərsiniz, narahat olmayın. Bu arada parlaqlıq da yaradır adamın dodağında. Bildiyimiz kofe. İndi görəcəksiniz ki, necə gözəl, belə gözlə görüləcək dərəcədə parıltı, gözəllik gəldi dodağınıza. Özünüz də görəcəksiniz. Mən bu prosesi hər axşam eləyirəm. Şəkər tozu ilə də eləyə bilərsiniz. Kofeyə əvəz şəkər tozu ola bilər və yaxud bu prosesi belə də eləyə bilərsiniz. Mən həftədə bir dəfə elə eləyirəm. Bal, şəkər tozu. Balı vurursunuz, amma təmiz bal olmalı. Balı vurursunuz dodağınıza, üstündən şəkər tozu vurub belə peeling edirsiniz. Ölü dərilər gedir, dodağınızda parlaqlıq, həcim yaranır, əməlli başlı. Əlxüsusda dediyim kimi makiyajdan əvvəl əzizlərim, çox xahiş edirəm. Özünüzə dəyər verin. Gözəl xanımlar, siz bunları eləməsəniz, təravətdən düşəcək üzünüz, gözünüz, dodağınız. Ümumiyyətcə kim üçünsə bəzənmək lazım deyil. Sırf özünüz üçün. Çünki sizin təkrarınız yoxdur. Gözəllərim, siz özünüzə dəyər verməsəniz, ətraf mühit sizə dəyər verməz. Və necə edirik? Görürsünüzmü? İndi mən yuyum, geri gəlib. İlıq suyla yuyuruq əzizlərim. Dəyərli bacılarım, yudum gəldim. Gözlə görüləcək dərəcədə insanın dodağı böyüyür, həqiqətən də həcimlənir. Belə bir parlaqlıq gəlir, dolğuluq gəlir. Amma gələndən sonra yudunuz qurudu, yenə də kokos yağı vurursunuz. O gigiyenik pomadalara zada inanmayın, o dodağı yumuşatmaq üçün. Onların tərkibində çoxunun ximikatlar var. Ən yaxşısı kokos yağıdır. Bir banka alsanız balaca bankalarda da olur. Sizə ağdaşlılar demiş, xeylaq gedəcək. İndi söz sizindir. Necədir? Gördünüz əzizlərim. Tez də həll olunan bir şeydir, ucuz da bir şeydir. Dediyim kimi kokos yağını soyuq sıxım günə baxan yağı ilə də əvəz eləmək olar. Mənim əzizlərim, pomadalardan zaddan çox istifadə eləməyin, çünki onlar ximikatdır, həqiqətən də heç olmasa qonaq gedəndə eləyin. Mənim əzizlərim, gözəl qızlarım, bilirəm bu videomun da aşağısından dualar yazacaqsınız. Dualarınız, sevgiləriniz qarşılıqlıdır. Yenə də deyirəm, şərhlərinizi gözləyəcəm ki, üzünüzə necə qulluq edirsiniz. Mənim əzizlərim, bir də başqa hər bir Məryəm xanımın gözəllik sirlərini öyrənmək istəyirsinizsə, canınızı bir mütəxəssisə əmanət etmək istəyirsinizsə ki, qrupuma girən kimi sizə bütün gözəllik sirlərini öyrədəcəm, qızıl qaydalarını öyrədəcəm. Günü-günündən gözəlliyinizin üstünə gözəllik gələcək. Qrupumun xanımları, qrupumun adını qoyublar Sağlamlıq Ordusu. Siz də həmən Sağlamlıq Orduma qoşulmaq istəyirsinizsə, özünüzə dəyər verirsinizsə, qəbizlikdən azad olmaq istəyirsinizsə ki, xroniki qəbizlikdən, amma sienasız, aclıq otusuz, dəvə gözüsüz, nə bilim, maqni sulfat tuzu, cürbəcür də onlara nifrət eləyirəm. Sizdə də nifrət oyadacam, çünki onlar dəhşət saçır və ən əsası mən sizə heç nə satmayacağam. Çünki arıqlama çayı, arıqlama kofesi, arıqlama şokoladı insanları şikəst edir. Artıq xalqımın gözünü açmışam. Bir də mənim qrupumda acılıq etmək yoxdur. Ay bir gün alma su iç, bir gün xurma su iç olmaz. Çünki immun sisteminiz aşağı düşür. Mənim əzizlərim, bəylər üçün qrupum ayrıdır, xanımlar üçün qrupum ayrıdır. Buyura bilərsiniz, amma bütün bu saydıqlarım bircə dəfə 20 manat ödəyirsiniz, bir il qrupumda qalırsınız. Təsəvvür edə bilirsinizmi? Varmı belə bir diyetolog, nutrisiolog ki, bircə dəfə 20 manat ödəyib bir il qalasınız və Məryəm xanımın bütün qızıl qaydalarından agah olasınız. Sağlığınızın üstünə sağlıq gəlsin. Amma nömrəmi videonun üstündə qoya bilmədiyim üçün səsli şəkildə izah edəcəm. Məsələ orasındadır ki, qrupumdakı dəyərli bacılarım, dəyərli qardaşlarım nömrəmi düzgün yazdıqları üçün tapa biliblər WhatsApp-ımı. Rusiyanın WhatsApp nömrəsidir. Amma siz mən deyəndən başqa tirələr, nöqtələr 00, 12, 55 əlavə etsəniz, tapa bilməyəcəksiniz. Ona görə diqqətiniz məndə olsun. Üstə gələk 7 901 288 26 94. Mənim əziz və dəyərli izləyicilərim, şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.